50 yaşdan sonra enerji, sağlamlıq və ruh rahatlığı üçün insanın kimlərlə çox ünsiyyətdə olması və kimlərdən uzaq durması həyati dərəcədə önəmlidir. Ən düz mənəvi və psixoloji baxımdan təsdiqlənmiş proqnoza görə 9 cür qohumdan kənar gəzmək lazımdır. Həsəd aparan qohumdan, sənin sevincini çəkə bilməyən, daim tənqid edən və gizli paxıllıq edənlərdən uzaq ol. Sir saxlaya bilməyən qohumdan, sənin sözünü başqalarına daşıyan adam ruhunu yorar, arxayınlıq hissini azaldar. Borclu gəlib unudan qohumdan, hər dəfə pul, yardım istəyib sonra uzaqlaşan insanlar səni maddi və mənəvi tükəndirər. Mənfi danışan qohumdan alınmaz, heç kimə etibar etmə, hamı pistir kimi fikirlərlə enerji vampiri kimi davrananlardan uzaq dur. Yalnız öz mənafeyini düşünən qohumdan, səni yalnız iş düşəndə yada salan və başqa vaxt yox sayanlarla məsafə saxla. Cadugər və ya mənəvi zərərverici niyyətli qohumdan, daxilində nifrət, kin, vəsvəsə daşıyan qohumlarla əlaqə azaldılmalıdır. Səni daim keçmişlə günahlandıran qohumdan, sən vaxtilə belə etdin deyib, səni geriyə çəkənlər ruhən sındırır. Yalançı və ikiyüzlü qohumdan bir üzünlə gülüb, o biri üzünlə qeybət edənlərdən uzaq durmaq daxili sakitlik gətirər. Səni dua ilə yox, nəzərlə yad edən qohumdan, onların baxışı belə ağırlıq gətirir. Onlardan uzaq gəzmək enerji balansını qoruyar. Qısa məsləhət. 50 yaşdan sonra sənin ən böyük sərvətin rahat ruh, sağlam bədən və təmiz niyyətdir. Səni içdən din saxlamayan hər kəslə məsafə saxlamaq həm taleyini, həm ömrünü uzadar. İstəyirsənsə, bu mövzuya uyğun qısa video ssenarisi də tərtib edə bilərəm.